Azdramada nə baş verir? Elnur müəllimi döyüblər başlığı ilə bir şeylər yazıb. Elnur müəllim ümumiyyətlə qalmaqal içərisində olmağı sevən bir insandır. Niyə elə direkt təhqir formasını aldı? Qarşıdan 20 yanvar hadisələrinin ağzımı açan kimi və az 20 yanvar nədir, 20 yanvar yoxdur, 20 yanvar şəhidləri dəbdəbəyir. Mehriban xanım, sizə nə olub, nə edirsiniz? Sən mənim səsimi yazmaq istəyirsən. Amma mən səs yazanam, mən iş verənəm. Yəni doğrudanmı bu qədər unutqan xalqdır? 20 yanvar şəhidlərini unudan insan təbii ki, bir müddət sonra, 25 il sonra, 30 il sonra mütləq Vətən müharibəsi şəhidlərini də unudacaq və yaxud da unutduracaq. Və tarixi unutdurmaq istəyən Azərbaycanlıya, Azərbaycanlı demək olarsa, mən ermənidən də pis baxıram. Atanız sizi görsəydi, sizlə fəxr eləyərdi. Aktris olduğunuzu görsəydi və belə bir insan olduğunuzu görsəydi. Düz ağlayaq. Lazım deyil. Yox, qızım, yox. Çox sağ ol ki, sən bizim sənəti bu qədər çox sevirsən. Sən elə bax, necə tanıyırsansa, qoy o cürdə ali məqamda qalsınlar olur. Amma qapısını açıb içəriyə girmə. Məsmə, əgər əlinizdə bir səlahiyyət olsaydı, teatrda nəyi dəyişmək istəyərdiniz? Ya da əgər siz bədii rəhbər olsaydınız, özünüzdə nəyi dəyişmək istəyərdiniz? Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız çox sevdiyim, heyranı olduğum istedadlı insan, əməkdar artist Məsmə Aslanqızı. Xoş gəlmisiniz Məsmə xanım. Sağ ol Nigar, imkanım olsaydı səni orada belə bağrıma basıb öpərdim, qucaqlayardım. Çox sağ ol, mən də səni çox istəyirəm, özün bilirsən və neçə illik ayrılıqdan sonra səni yenidən burada görməyimə mən çox şadam. Mən də çox sevindim. Necəsiz Məsmə xanım? Pis deyiləm, yaxşıyam. Amma daha yaxşı günləriniz olub. Olub. Bu da problem deyil. Həyatın maraqlı olması üçün ara-sıra belə problemlərin yaranması lazımdır ki, darıxmayaq. O da düzdür. İnşallah Məsmə xanım, bugün bizimlə özünüz olacaqsınız. Bəli. Ümid edirəm. Zaten həmişə mən özüməm, bilirsən. İkinci maskam yoxdur. Bu üzüyü bizə mane olmasa yaxşıdır. Buyur. Hətta mən düşünürəm ki, doğrudan çox gözəl insanlar, istedadlı insanlar sadəcə səhnədə oynayırlar. O insanlar həyatda oynaya bilmirlər. O ki, istedadsız, belə deyim də, belə biraz qrubu çıxacaq, şəxsiyyətsiz insanlar səhnədə oynaya bilmirlər, həyatda möhtəşəm oynayırlar. Onu vurğulamaq istədim. Bəli, razıyam. Mən, məsələn, mənim 47 yaşım var. Amma bir məclisdə olanda və hardasa mənim şənimə təriflər deyəndə və yaxud nəsə bir söz deyəndə mən utanıram və o utandığımı gizlədə bilmirəm, qıpqırmızı oluram, qulaqlarım da qızarır və hamı baxır ki, 30 ilin aktrisası, amma utanır. O deməkdir ki, yəni səhnədə tamam başqayam, həyatda tamam başqayam. Eynən. Necəsiz? İşlər necə gedir? Nəsə yeniliklər var? Yaxşı Nigar, buna da şükür deyə, mən şükür də insanam. Teatra elə də çox gedib gəlməsəm də ara-sıra gedirəm, gəlirəm, tamaşalarımız olanda gedib gəlirəm. Daha çox hal-hazırda özümü dublyaj sahəsinə həsr eləmişəm, dublyajdayam. Bəs teatra niyə gedib gəlmirsiniz? Çox tamaşalar yoxdur, yeni tamaşalar? Repertuarda olan tamaşalarım artıq çıxarılıb. Çünki elə tamaşalar var idi ki, həqiqətən çıxarılmalı idi. Boyçay tamaşası idi. Neçə il idi ki, repertuardaydı. Mənim çox sevdiyim tamaşalardan idi. Sonra Almaz tamaşası üçün, Almaz obrazım üçün çox darıxıram. Hal-hazırda repertuarda qalıb Qarabağnamə tamaşası, Xanuma tamaşası, bir də ki, yeni təhvil verdiyimiz Lady Macbeth. Bəs o tamaşaların bəzisi niyə çıxarılıb görəsən?
Müdiriyyət tərəfindən çıxarılıb, rəhbərlik tərəfindən çıxarılıb. Rəhbərlik tərəfindən çıxarılır təbii ki, amma yəni haqqını olaraq çıxarılır. Çünki məsələn Boy çay tamaşasında Həsənzadəni bilirsən ki, oynayırdı bizim əzizimiz Fuad Poladov. Sonra Fuad Poladov dünyasını dəyişdi. Ondan sonra ikinci bir əzizimiz Ramiz Novruzov oynayırdı. O da dünyasını dəyişdi. O dünyasını dəyişməmişdən qabaq artıq səhhəti ilə bağlı o tamaşaya oynamağa belə deyək də gücü qalmırdı. Gücü yox idi və o tamaşa asta-asta repertuardan çıxarıldı. Amma çox gözəl tamaşa idi. Mənim Azdıramda ən sevdiyim tamaşalardan biri idi. Mənim də əslində ən çox arzuladığım rollardan biri idi Nargilə rolu. Sən həmişə mənimləsən tamaşasında, sonradan adı dəyişildi və yaxud da belə gedirdi. Sən həmişə mənimləsən və ya Boy çiçəyi tamaşası. Nargilə rolu idi. Yəni arzuma çatdım, şükürlər olsun. Belə. Çox gözəldir oynayırdınız. Sağ ol. Bəs bir xanımın və bir çox tamaşaların adını çəkdiniz. Belə deyim də, Azdıramın axırıncı baxdığım tamaşaların demək olar ki, hamısı 30-cu, 37-ci illəri təbliğ edir. Buna tələbat var, yoxsa bilmədiyimiz nəsə səbəb var? Sizin o bilmədiyiniz səbəbləri əslində mən də bilmirəm. Yox, mən deməzdim ki, tələbat var. Yəqin ki, bu rejissor seçimidir. Rejissor seçimindən sonra isə rəhbərlik seçimidir. Kimin yəni ürəyindən keçən nədirsə, o tamaşanı da səhnələşdirir. Amma əslində düz vurğuladınız. Eyni tərzdə tamaşalar olmaz. Məsələn, Akademik Milli Dram Teatrında bir vətənpərvərlik mövzusunda bir tamaşa yoxdur. Görürsən, niyə vətənpərvərlik mövzusunda bir tamaşa yoxdur? Belə götürəndə biz müharibədən yeni çıxmış dövlətik. Niyə yoxdur? Biz həmişə savaş içində olmuşuq da. Bilmirəm, səbəbi mənə də bəlli deyil. Əslində Azər müəllimin səhnələşdirdiyi bir zəfər tamaşamız var idi. Sonra isə yeni rəhbərlik gələndən sonra o zəfər tamaşasını repertuardan çıxartdı. Və bir dəfə də Akademik Milli Dram Teatrında hələ mən tələbə vaxtı Vidadi Babanlının Ana İntiqamı tamaşası var idi. Mən o tamaşanı o qədər sevirdim ki, təsəvvür edin, o vaxtda hələ ana obrazını Leyla Bədirbəyli yaradırdı. Daha sonra Leyla xanım dünyasını dəyişəndən sonra Laləzar xanım çox sevdiyim aktrisalardan biridir. Laləzar xanım Mustafayeva ifa eləyirdi, canlandırırdı o rolu. Çox da gözəl tamaşa idi. Çox istəyərdim ki, məsələn, Azdıramada yenidən o tamaşa bərpa olunsun. Sizin müsahibənizi oxudum sosial şəbəkədə. Çox pis təsir elədi bu mənə, həqiqi. Ağlamam gəldi. Doğrudan çox pis təsir elədi. Məsələn, bilirəm bu barədə danışmaq çox çətindir sizin üçün xüsusilə. Amma fikrinizi bilmək istəyərdim. Bu barədə danışmaq istəyərdim. Bax, gör, sənin üçün belə çətindirsə, təsəvvür elə ki, mənim üçün, digər şəhid ailələri üçün bu nə qədər ağır bir mövzudur, həssas bir mövzudur. Təbii mən başa düşdüm söhbət nədən gedir. Mehriban Ələkbərzadə ilə mənim aramda olan bu son vaxtlar mübahisəli bu mövzudan söhbət gedir. Mehriban Ələkbərzadədən öncə də bir 2-3 nəfər, amma ziyalı olmayan 2-3 nəfər 20 yanvar şəhidləri haqqında demişdi ki, 20 yanvar şəhidləri artıq unudulub, ümumiyyətlə 20 yanvar tarixi unudulub. Bu bizə çox pis təsir eləyirdi. Necə yəni unudulub? 20 yanvar şəhidləri niyə unudulmalıdır? Axı 20 yanvar şəhidləri azadlıq uğrunda mübarizdirlər. Onlar azadlığımıza ilk addımı atdılar. Biz bu azadlığımızı axı 20 yanvar şəhidlərinin həm də qanı bahasına aldıq. Yəni doğrudanmı bu qədər unutqan xaldıq? Və mən həmişə fikirləşirdim ki, 20 yanvar şəhidlərini unudan insan təbii ki, bir müddət sonra, 25 il sonra, 30 il sonra mütləq Vətən müharibəsi şəhidlərini də unudacaq və yaxud da unutduracaq. Bilirsiniz, bu tarixdir. Ermənilər türklərin o soyqırımını əllərində bayraq eləyib bütün dünyaya illərdir yaymaq istəyirlər. Amma biz elə də uzaq olmayan bir tarixi artıq unutdurmaq istəyirik. Və tarixi unutdurmaq istəyən Azərbaycanlıya, Azərbaycanlı demək olarsa, mən ermənidən də pis baxıram. Niyə unutmalısınız? Bizim şəhid ailələrinin, bizim təskinliyimiz nədədir? Heç kəs mənə Əstəğfurullah, atamı o dünyadan çıxardıb verən deyil. Bizim yeganə təskinliyimiz nədir? Məni görəndə şəhid qızı kimi kimsə desin ki, Allah ona rəhmət eləsin. Məsələn,
ağrını sənin qədər də başa düşməsək, amma çalışırıq ki, bunu dərk eləyək, anlayaq, sənə dəstək olaq, bölüşək. Yəni bizim dəstəyimiz də, daha doğrusu bizə də təskinliyimiz, üzr istəyirəm, bax budur da. Ki, boşuna şəhid olmayıb. Bəli, hə. Niyə görə mən də, məsələn, mənim atam dünyasını dəyişəndə Allah rəhmət eləsin. Allah ilə nəzərinə rəhmət eləsin, çalışacağam ki, ağlamayım. Mənim heç 12 yaşım olmamışdı. Məni həmişə məktəbə, həmişə də olmasa tez-tez atam aparıb məktəbə gətirib gəlirdi. Atam dünyasını dəyişəndən sonra mən hər dəfə məktəbdən çıxanda saxlayaq. Saxlayaq, Şəhriyar. Mən hər dəfə məktəbdən çıxanda görəndə ki, sinif yoldaşlarımı aparmağa ataları gəlir. Amma mənim atam yoxdur. Bir də deyəcəm, sınmaq istəmirəm heç kəsin qarşısını. İllah da ki, Mehriban Ələkbərzadə kimlərin qarşısında. Bax, mən məktəbdən çıxanda görəndə ki, sinif yoldaşlarımın məktəbdən aparmağa ataları gəlib, mən pis olurdum. Mən də istəyirdim ki, mənim əvvəlki kimi dalımca atam gəlsin, məni aparsın. Mən niyə görə 12 yaşımdan, 11 yaşımdan ata sözündən məhrum olmalıydım? Hə? Mən də bunu istəməzdim. Kənardan demək çox rahatdır. Başını dik tut, sən şəhid qızısan, sən fəxr... Bəli, mən fəxr edirəm ki, mən şəhid qızıyam. Amma digər tərəfdən də mən ata himayəsindən məhrum olmuş bir insanam. Və mənim üçün o qədər çətindir. Və əvvəllər o dövrdə, yəni o vaxtlar 90-cı illərdə indiki kimi psixoloq, psixiatr yardımları yox idi. Siz təsəvvür eləyin ki, mən 11 yaşlı məsmə mənə deyəndə ki, atan indi bir də ki, o vaxtlarda ölüm indi ucuzlaşıb. Vallahi ölüm sayı o qədər artıb ki, əvvəllər kimlər dünyasını daha tez-tez dəyişirdi. Nənələr, babalar yaşlaşırdılar, dünyasını dəyişirdilər. Və təsəvvür eləyin ki, mən oturdum yeməyə, ani olaraq fikirləşirdim ki, mənim atamın cansız bədəni torpağın altındadır, o neçə gündür yemək yemir və o indi çürüyür. Görəsən onun sifəti necədir? Və təsəvvür eləyin, bütün bunları fikirləşirdim, bu sənə nə qədər psixoloji sarsıntılar yaşadırdı. Heç nə yemək istəmirdin, artıq yeməkdən imtina eləmək istəyirdin, sudan imtina eləmək istəyirdin, mən fikirləşirdim ki, mən də yeməkdən imtina eləmək istəyirəm. Qoy, mən də bilim ki, atam hal-hazırda orada nə əziyyətlər çəkir. Yəni, biz tək bu deyil, çox şeydir. Neçə il mənim atamın ən çox sevdiyi bayram yeni il idi, 31 dekabr. Sovet dövründə yaşamışıq da biz. Yaşamışıq deyəndə ki, Sovet dövründə dünyaya gəlmiş insanlar, onlara adətən Sovet dövrünün insanları deyirlər. Atamın ən çox sevdiyi bayram yeni il bayramı idi. Atam dünyasını dəyişəndən sonra anam dekabrın 31-i süfrə açırdı və masaya 4 boşqab yox, 5 boşqab yoyurdu. Mütləq atamızın boşqabı yuxarı başda olurdu. Və siz indi təsəvvür eləyin ki, stolun üstündə hər bir təamlar var, yeməklər var, cürbəcür. Amma biz o boşqaba baxa-baxa yeməliyik, gülməliyik, sevinməliyik ki, yeni il gəlir, bayramdır. Biz o havanı illər boyu hiss eləmədik, mümkün deyildi. Və anam mənim neçə il atam dünyasını dəyişəndən sonra birincisi onu dedim ki, 36 yaşında mənim anamın saçları ağappaq oldu. Atam dünyasını dəyişəndə mənim anamın cəmi 36 yaşı vardı. Mən özüm ailə həyatı qurmuşam. Ailə həyatı 35 yaşında qurmuşam, 36 yaşımda övladım dünyaya gəlib. Amma mənim anam 36 yaşında artıq 3 uşağının tək qaldı. Saçları ağappaq idi və 3 uşağı tək başına böyütdü. Bu bilirsiniz nə qədər çətindir. Amma heç vaxt sınmadı və bizə də öyrətdi sınmamağı, əyilməməyi. Çox çətinliklərimiz olub. Bilirsiniz ki, 20 yanvar ərəfəsində mən hər dəfə müsahibələr vermişəm. Atam haqqında bu mənim borcumdur. Hansı telekanal dəvət eləyibsə, hansı jurnalist zəng eləyibsə,
işim çox olsa belə çalışmışam ki, vaxt tapım, gedim müsahibə verim. Çünki bu mənim şəhid övladı kimi borcumdur. Amma mən heç vaxt efirə çıxıb çətinliklərimizdən, atasız qaldığımız illərdə maddi, mənəvi durumumuzun nə vəziyyətdə olduğundan heç vaxt danışmamışam. Danışmaq nədir? Olub da olub. Biz ayaqda qalmalıydıq. Amma bunlar olub. Təbii ki. Və mən şəhid övladı olaraq sizdən heç vaxt heç nə istəməmişəm ki. İstəməmişəm. Halbuki haqqınız var idi. Haqqım var idi, amma mən fikirləşmirdim ki, mənim haqqım var. Mən ancaq bir şey fikirləşirdim ki, bunu da bizi anam ora yönləndirirdi. Var olsun, həqiqətən mənim anam müəllimədir. Nə olursa olsun bizim ali təhsilimiz olmalıdır. Bizim diplomumuz olmalıdır. 158 nömrəli məktəbdə oxuyurdum. İnandırım siz ki, düzdür, evimizin elə də böyük məsafə yox idi ora. Yaxın məsafədə idi məktəb bizim evə. Mən qışın soyuğunda, qarda, buzda heç vaxt yadımdan çıxmaz. Qırmızı rəngdə ayaqqabı ilə dərsə gedirdim və ayaqqabının da altı yox idi. Altı çıxmışdı, amma mən o ilə gedirdim. Və təsəvvür edin ki, mən hər dəfə dərsə gedəndə onun altı olmadığı üçün o qırmızı ayaqqabını sürüşürdüm, dəyirdim yerə. Nə bilim, paltarım qalxırdı yuxarı, ağlaya hər dəfə mən gedirdim dərsə, amma heç kəsə bildirməzdim, olmazdı. Bütün bu çətinliklərə rəğmən biz oxuduq, təhsil aldıq. 3 bacı, üçümüz də oxuduq. Böyük bacım 2 təhsili var, 2 ali təhsili var. Bir Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, bir də Bakı Biznes Universitetinin beynəlxalq iqtisadi əlaqələr universitetinin bitirib. Mən özüm 1 il Bakı Dövlət Universitetində təhsil almışam, filologiya fakültəsində. Daha sonra isə meylim bu tərəfi olduğu üçün sənədlərimi götürüb İncəsənət Universitetinə getmişəm. Kiçik bacım Şəbnəm İncəsənət Universitetinin məzunudur. O da rejissorluq fakültəsini bitirdiyinə baxmayaraq, amma o hal-hazırda müğənnilik fəaliyyəti ilə məşğuldur. Yoldaşı da musiqiçidir. Yəni o öz qabındadır, belə deyək. Bəs ola bilər ki, siz Mehriban xanımı səhv anladınız, yoxsa direkt açıq-açıq dedi bunu, yəni ifadə etdi? Mən elə gəlir ki, o məni səhv anladı. Mən onu səhv anlaya bilmərəm. Yəni, necə başladı hadisə? Necə səhv anladı? Vallahi Nigar, heç danışmaq istəmirəm o haqda. Tam dərinliyinə gedib çıxmaq istəmirəm. Çünki son günlər o qədər zənglər gəlir, o qədər evimizə gəlirlər, gedirlər. Sağ olsun, dəstək olanlar da var. Sadəcə olaraq bu vəziyyətlə bağlı maraq göstərənlər də var. Mənim həyatımda bir problemlə üzləşdim. Mənə təsir edən bilirsiz nə oldu? Fikirləşdim ki, qadındır. Qadının yanına gedirsən, sən də qadınsan, o da qadındır. Və ondan əvvəl onu deyim ki, Mehriban Ələkbərzadə ilə mənim ümumiyyətlə heç vaxt mənim 30 il teatrda işlədiyim müddətdə Nigar, sən də işləmirsən bizdə. Bilirsən ki, mənim heç nə rəhbərliklə bir ədavətim olmayıb, nə iş yoldaşlarımla, nə texniki heyətlə bir ədavətim olmayıb. Hələ indiyə kimi heç kəs mənim səsimi ucadan eşitməyib. Yoxdur. O məndə yoxdur. O xarakterli insan deyil. Mən sülhsevər insanam. Hər şeyi sülhlə yola qoymağa öyrəşmişəm. Anamın sözü olmasın, hamını malalayırsa, hamını malalamaqla məşğul olmuşam. Amma mənə də dedilər ki, Mehriban xanıma müraciət elə, mütləq sənə kömək eləyəcək. Kömək eləməsə də ən azı çıxış variantına, çıxış yolunu göstərəcək. Qəbul otağına girən kimi qarşılaşdığım ilk şey, teatrda işlədiyim Azdramada heç vaxt mən belə bir şey görməmişəm ki, deməli rəhbərliyin otağına gedəndə telefonsuz getmək lazımdır. Telefonu əlimdən aldı və sən mənim otağıma nə ixtiyarla telefonla gəlmisən və telefonu götürüb belə barmaqlarına belə vurur, telefonu fikirləşirəm, nə edir? Mehriban xanım, sizə nə olub, nə edirsiniz? Sən mənim səsimi yazmaq istəyirsən. Amma mən səs yazanam, mən iş verənəm. Niyə bunlar gərək deyil ümumiyyətlə? Bilirsiniz, və ondan sonra mən telefonumu söndürdüm, qoydum bir kənara. Heç ağlıma belə gəlmir ki, mən vallahi inandırım sizi ki, orada səs necə yazılır, bu yaxınlarda bilmişəm. Orada diktafon var orada, o da nə üçün bilmişəm. Dublyajda bir də görürsünüz ki,
səhv yazılır, bir söz olur da. Rejissor ziyan vururdu ki, gir otağa, tək olur da, heç kəs səsini eşitməsin. Bir dənə o sözü öyrədir mənə diktafon. İndi bunu mən indiyə kimi Instagram və Facebook səhifəsindən istifadə eləməyi bacarmıram. Onu da mənim üçün idarə edən başqa bir xanım var, başqa bir qız var. Belə deyildi, uzağam bunlardan. İllah'dakı səs yazmaq. Heç onun ağlına gəlmir. Səs yazmaqla nə işi var? Nəysə, bu ilk, ondan sonra dediyi o sözlər, təbii ki, o dediklərini təqzib eləyəcək, kim öz ayranına turş deyər. Kim deyər ki, hə, mən bunu demişəm. Bu söhbət də ikimizin arasında olan bir söhbət olub. Mənim sözlərimi təsdiq eləyə biləcək bir şahidim də yoxdur. Mən heç özümə haqq qazandırmağa da çalışmıram. Yəni, bunu bir mən bilirəm, bir Allahım bilir, bir də üstündən 5 gün sonra hər şey olduğu kimi danışdığım bizim direktorumuz İlham Əskərov bilir. 5 gün susdunuz. Əslində mən həmin gün susdum. Mənim problemimi teatrda 3-4 nəfər bilirdi. Mən onlara dedim, onlara müraciət eləmişdim. Yəni sadəcə dərdləşmişdik, bilirdik və onlar da eyni məsləhəti görürlər ki, get Mehriban Ələkbərzadə ilə danış. Rəhbərlikdir. Amma mən ora gedəndə başa düşdüm ki, məndən əvvəl Mehriban Ələkbərzadənin yanına girib qəşəng sözlər deyiblər, dırnaqarası qəşəng sözlər deyiblər mənim haqqımda və artıq mənim haqqımda düzgün olmayan fikir formalaşıb. O da Mehriban Ələkbərzadəyə haqq qazandırmır. Nəyə görə? Çünki hər kəsin illah da rəhbər işçinin bir insan haqqında öz fikri olmalıdır. Sən mənim özümü tanımalısan, sən hər şeyin incəliklərinə varmalısan, ondan sonra mənimlə bu tonda, bu tərzdə danışmalısan, məni nələrdəsə ittiham eləməlisən. Çox sözdür deyə açıqlamaq istəmirəm, dərinliyinə getmək istəmirəm, amma bir var tənqid, bir var təhqir. Və mən özümə bir şey bağışlaya bilmirəm ki, mən niyə görə orada dayanıb sadəcə ona baxıb ağlayırdım. Heç nə demirdim. Siz öyrəşməmisiniz məsməhili şeylərə. Öyrəşməməkdən başqa mən bunu gözləmirdim. Mən fikirləşirdim ki, nəyə görə? Mən sənə nə etmişəm axı? Mənim nə günahım var axı? Niyə elə direkt təhqir formasını aldı? Təhqir moduna keçdi, belə deyim də. Deyirəm də, əvvəlcədən artıq onu hazırlamışdılar. Çox yaxşı tərzdə hazırlanmışdılar mənə qarşı və indi oxuyuram güya ki, Mehriban Ələkbərzadənin mənə cavabı, güya mən ondan, düzdür, mən ona ev üçün müraciət eləmişdim. O isə mənə deyib ki, yox, bilirsən, ev vermək mənim ixtiyarımda deyil, səlahiyyətim çatmır ev vermək. Tək elə deyəydi də, vallah mən baş əyib onun otağından çıxardı. Onun isə mənə dediyi birinci söz oldu ki, 10-15 il sonra yenə də ev növbəsi siyahısı gələrsə, onda fikirləşərəm, sənə ev verə bilərik, yoxsa yox. Halbuki, nə yaxşı ki, Mehriban Ələkbərzadə o şəxsi evini bizə vermir. Nə yaxşı ki, o evi bizə dövlət verir. Prezident mükafatını mənə dövlət verir, mənə rəhbərlik vermir. Elə mən də onu ağzımı açıb demək istəyirdim ki, qarşıdan, bu keçən il olub bu söhbət, qarşıdan 20 yanvar şəhidlərinin 35 illiyi gəlir. Yəni, siz bir dövlət, daha doğrusu, yəni siz Akademik Milli Dram Teatrının rəhbəri kimi müraciət eləsəz, teatr cəmiyyəsində yeganə şəhid övladıyam da, yəni mənim dövlətdən ev almaq şansım daha çox olar. Mən deyəndə ki, inanın sözümü tamamlanmağa qoymadı. Dedim ki, Mehriban xanım, qarşıdan 20 yanvar hadisələrinin ağzımı açan kimi və az 20 yanvar nədir, 20 yanvar yoxdur, 20 yanvar şəhidləri dəbdə deyil. İnanın ki, mən ancaq onda ayıldım. O saata kimi, o vaxta kimi mən ancaq ağlamaqla məşğul idim. Ayıldım, dedim ki, şəhid də məyər dəblə olur. Mən elə demək istəmədim. Mən demək istədim ki, 20 yanvar artıq unudulub. Dedim, xeyr, niyə unudulmalıdır axı 20 yanvar şəhidləri və yaxud da 20 yanvar tarixi? Mənim üçün Cavad xan da şəhiddir, İbrahim Xəlil xan da şəhiddir. 1918-ci ildə dünyasını dəyişənlər də şəhidlərdir. Birinci Vətən müharibəsində dünyasını dəyişənlər də şəhiddir. 20 yanvar hadisələrində də dünyasını dəyişənlər şəhiddir. İkinci Vətən müharibəsi şəhidləri də şəhiddir. Şəhidi şəhiddən ayırmaq nəyə lazımdır? Tarixi unutdurmaq. Axı, sən vaxtı ilə 20 yanvar haqqında silsilə verilişlər hazırlamısan. Bu qədər, o unutqanlıqmı deyim, tarixi unutdur. Bu siyasətin adını mən başa düşmədim. Və mən bu sözü ona deyəndə acıqına gəldi, onda məşq edirdi.
Əsrə bərabər gün tamaşasının məşqi gedirdi, səhv eləmirəmsə, onda artıq söhbəti davam elətdirmək istədi. Mənim məşqim var, dedi, otaqdan çıxdı. Mən üzr istəyirəm. Çox sağ olsun Mehriban Ələkbərzadə, onun sayəsində mənim şəkər də yaranıb. Və suyumuz çoxdur da. Ümid edirəm çatacaq. Mən bunu heç kimə demədim. Gəldim evə, kimlərə ki artıq demişdim ki, mənim belə bir problemim var. Gəldim onların hamısına mesaj yazdım. Özləri də təsdiq eləyə bilərlər. Əgər cürətləri çatsa təsdiq eləməyə. Yazdım ki, uşaqlar narahat olmayın, mən problemimi həll eləmişəm və özümə söz verdim ki, mən bu teatrdan heç vaxt heç nə istəməyəcəm. Ümumiyyətlə heç vaxt problemim barədə heç kəsə müraciət eləməyəcəm. O qadında qəribə bir istedad var. Qarşısındakı insanı intihar dərəcəsinə kimi gətirib çatdıra biləcək bir istedad var onda. Mən çox təəssüf edirəm, çox 30 ildir mən teatrda işləyirəm. Problemlərimiz də olub, söz-söhbətlər də olub, amma harda olmur. Ana ilə balanın arasında söz-söhbət olur. Amma bu dərəcədə mən özümə qarşı hörmətsizliyi heç vaxt görməmişdim və ilk dəfədir ki, 30 il ərzində mən nəhayət dedim ki, partda ürəyimdə, bax bu dərəcədə idim. Niyə? Nə ilə qazanmışdım mən bu münasibəti? Ən azından deyə bilərdi. Kaş ki, bax belə deyərdi. Deyərdi ki, məsələn, bilirsən, bu mənim səlahiyyətimdə deyil, hal-hazırda yazdığı kimi. Mənim görə biləcəyim iş deyil, bağışda məşqim var, gedirəm. Amma bu böhtanlar, bu təhqirlər, olmayan sözlər mənə deməyə çox söz var ki, mən yenə deyirəm ki, burada açıqlamaq demək istəmirəm. Çünki bilirəm ki, açıqlayıb desəm, zənglər gələcək, açıqlamalar başlayacaq, bütün saytlar yazacaq. Mən sakitlik istəyirəm. Lazım deyil, heç nə lazım deyil. Çox sağ olsun, problemim də həll olunub, hər şey yaxşıdır, həyatım çox gözəldir. Şükür Allaha. Allah mənim sağlamlığımı əlimdən almasın. Allah mənim balalarımın sağlamlığı əlindən almasın. Allah mənim anamın ömrünü uzun eləsin, canını sağlam eləsin ki, mən hər dəfə evə gələndə, məsəl üçün, anamı sağlam görəndə, anam mənim qarşıma çay gətirib qoyanda, istədiyim yeməyi bişirib gətirəndə, bir qızım mənim yanıma gəlib, məni qucaqlayıb öpəndə, digəri gəlib, hərdən ayaqlarım ağrıyır. Məsəl üçün, kiçik qızımın 9 yaşı var idi o ərəfədə, yeri gəlmişkən Ramazan ayı idi. Mən 15 gün, ona deyim ki, mən bax belə stolun üstündə oturdum, başımı masanın üstünə qoyub yatmışam. Əgər yatmaq demək olardısa, mən 10 günün içərisində 43 kiloya düşdüm. 46 yaşında bir qadının 43 kiloya düşməsi təsəvvür edirsiniz də bu nə deməkdir. Mən evə gəlirdim, məsələn, çalışırdım ki, uşağım görməsin ki, mən ağlayım. Divanda uzanırdım, üzümü çevirirdim divara tərəf, ağlayırdım. Qızım mənə yaxınlaşıb deyirdi ki, niyə ağlayırsan? Deyirdim ki, qızım, ayaqlarım ağrıyır, ona görə ağlayıram. Gedirdi, prisipka tapırdı, gətirdi, ayaqlarımın üstünə üzr istəyirəm, tökürdü, başlayırdı onu masaj eləməyə ki, bu vaxta kimi sən mənim qayğıma qalmısan, dedim, mən sənin qayğına qalacağam. Mənim xoşbəxtliyim, mənim evim, eşiyim, mənim ruzu bərəkətim onlardır. Şükür ki, onlar var. Allah onların xoş günlərini görməyi mənə nəsib eləsin. Amin, amin, amin. Amin. Bəs Mehriban xanım təkcə sizə qarşı belədir, yoxsa bütün Azdramada bir çox aktyorlara qarşı belədir? Açığı, bax, mən gənc tamaşaçılar teatrının aktyorları ilə də çox yaxşı yəni münasibətimiz var. Tez-tez ünsiyyət qurduq. Hələ Mehriban Ələkbərzadə orada rəhbər vəzifəsində işləyəndə, baş rejissor idi, orada səhv eləmirəmsə, onlar da narazı idilər. Yəni, hamı o qadının egosundan, xudbinliyindən, özündən müştəbihliyindən danışırdı. Yenə də bilirsiniz, insan özü görməyənə kimi o qədər də inanmır da. Hamının şikayəti var idi. Dövlət televiziyasında işlədiyim vaxt orada da eyni şey idi. İnsanlara qarşı kobud rəftarı, burada mənəm Bağdadda gör xəlifə. Bu nədən yaranır bu qədər aqressiv aktyorlara qarşı? Bax, mən onu öz yazımda da qeyd eləmişəm. İnsan həyatında sevgi görməyəndə, uşaqlıq yaşlarında, bax, sevgi ilə, ailədə sevgi olanda bir uşağa bütün ailə üzvləri sevgi ilə yanaşırlarsa, görün o uşaq necə xoşbəxtdir. Həmişə üzü gülür, üzü parıldayır, deyir, gülür, danışır, mehriban, kompleksiz olur. Mən belə düşünürəm, əstəğfurullah. Mən heç vaxt onun ailə həyatına qarışmaq və yaxud da uşaqlıq həyatına qarışmaq istəməzdim, özü bilər. Mən yəni buna psixoloji tərəfindən deyirəm ki, mən belə fikirləşirəm ki, o insan kifayət qədər sevgi görməyib. Mən belə fikirləşirəm.
İnsan alçaldıqca zalımlaşır, zalımlaşdıqca qəddarlaşır. Onu yəqin ki, bu dərəcəyə gətirib çıxaran bir səbəblər var. O səbəblər ki, hansını ki, heç kəs heç kiminlə bölüşmür, içində saxlayır. Amma kaş ki, bölüşəydi, dərdləşəydi, bəlkə ürəyi yumşalardı. Aktrisaya az deyə müraciət eləmək olmaz. Bizim teatrımızın ən qocaman aktyoru Rafiq Əzimovdur. Mən hələ bir dəfə də olsun ondan kobud söz eşitməmişəm. Həmişə deyir, qızım, səni gördüm, nə yaxşı səni gördüm, ürəyim açıldı, teatrın sütunları sənin çiynindədir. Bu sözlər bilirsiniz, mənə necə xoş təsir bağışlayır. İstəyir Rafiq Əzimov, nə bilim kimlərin adını çəkim. Mən bilirsiniz kimlərdən işləmişəm. Nigar, bilirsən də, mən 95-ci ildə mən teatrdayam. Siyavuş Aslanla, Telman Adıgözəlovla, Yaşar Nuriyevlə, Eldəniz Zeynalovla, Safira İbrahimova ilə, İlham Əsgərovla, Ramiz Novruzovla, Fuad Poladovla, kimlərin adları indi yadımdan çıxıb bilmirəm. Bunlar dünyasını dəyişənlərdir. Korifey sənətkarlarımız var axı Akademik Milli Dram Teatrında, bilirsiniz. Məndən Nurəddin Mehdixanlıdan özümə qarşı bir sərt münasibət, kobud söz eşitməmişəm öz ünvanıma. Nə mənim ürəyimin bir parçası olan Firəngiz xanımla bir pis söz eşitməmişəm. Nə Bəsti Cəfərova ilə, Bəsti xanımla biraz arada teatrda mən hələ övladım dünyaya gəlməmişdən qabaq bir balaca problem söz-söhbət yarandı. Yadımdadır ki, o səhnədə qarşıda dayanmışdı. Hirsli idi mənim əlimdən. Xəbəri yox idi ki, mən arxadayam. Ünvanıma xoşa gəlməyən bir sözdür də, mən də dayanıb baxırdım. Və fırlandı, gördü ki, mən arxadayam. Mən onun dediyi sözü eşitdim. Hiss elədim ki, özünə də xoş təsir bağışlamadı. Amma inanın ki, bir kəlmə də demədim, danışmadım. Və ondan sonra Bəsti xanım mənim xətrimə inansız dünyalar qədər çoxdur. Çünki heç vaxt biz belə böyümüşük, biz belə tərbiyə almışıq. Heç vaxt özümdən böyüyə mən cavab qaytarmaram. Haqqı var. Böyükdür, hirslidir, deyə bilər. Heç vaxt, sözümü tamamlayım ki, heç kəsdən özümə qarşı belə bir münasibət görməmişəm. Amma rəhbərin mənə az deməyi, bu rəhbər işçi də azla danışar. Akademik Milli Dram Teatrı deyə, məhəbbət deyə, bazarda deyilik biz. Eynən. Özdə aktyorlar, aktrisalar biz çox həssas insanlar olur da bunlar. Bəli, çox həssas. Mən həmişə demişəm ki, aktyorun maaşı ilə milyoner olmaq, milyonçu olmaq mümkün deyildir. Ümumiyyətlə aktyorun bir qədimdən belə olub, aktyorun aylıq maaşı heç vaxt onun bir aylıq tələbatını ödəməyib də. Biz bu az maaşa teatrda özümüzü fəda edib işlədik. Bizim istədiyimiz nədir? Xoş söz. Gözəl rəftar, alqışlar. Və biri gəlsin o pişik kimi yedi, biri gəlsin sığallasın, desin ki, məsələn, hər şey yaxşı olacaq, hər şey o olacaq, budur. Əriyib gedirik hamımız. Yəni bu xoş sözü də əgər siz bizə çox görürsünüzsə, onda biz başqa nə istəyək? Hədə. Əslində rəhbər və yaxud da rejissorlar bunu psixolojik açıdan bunu anlamalıdır əslində, onu da nəzərə almalıdırlar. Aktyorla danışanda nəzərə alınmalıdır. Demək ki, anlamırlar da. Halbuki Mehriban Ələkbərzadə teatra gələndə iclasda dediyi birinci söz oldu ki, mən aktyorları sevirəm. Budur, öz sevgisini də göstərdi, çox sağ olsun. Bu məsələdə Mehriban Xanlarovanın dəstəyini gördük sizə. Başqa aktyorlar dəstək olan oldu yoxsa? Yəni ən çox onun mənim telefonuma, şəxsi WhatsApp nömrəmə mesajlar yazıldı. Yəni adlarını açıqlamayacağam, çünki adlarının açıqlanmasını istəsəydilər elə sosial şəbəkələrdə deyərlər. Mən onları qınamıram, heç kəsdən ummacağım da yoxdur, heç kəsdən heç nə ummuram. Çünki bilirsiniz, qarşıda may ayı gəlir. Kimsə fəxri ad gözləyir, kimsə prezident mükafatı gözləyir və yaxud da kimsə yaxşı rollar gözləyir və ona görə də açıq-aşkar heç kəs bildirmir. Amma bəli, dəstək olub. Təkcə bizim teatrdan deyil, çox teatrdandır. Azdramada nə baş verir? Əlnur müəllimi döyüblər başlığı ilə şeylər yazılıb. Əlnur müəllim ümumiyyətlə qalmaqal içərisində olmağı sevən bir insandır. Amma təbii ki, bu heç kəsə haqq vermir ki, onu döysün, ona əl qaldırsın. Açığı mənim o qədər də məlumatım yoxdur.
bu barədə sizə kifayət qədər də məlumat verə bilməyəcəm. Bu doğrudan bəzən aktyorlar arasında olur da, rejissor ya da bədii rəhbər. Bizim teatrımızın çox böyük kollektivi var. Orada kifayət qədər aktyor və aktrisa, Səhv aktyor etmirəmsə, 70 truppası var. nəfərdən Onu tam dəqiq bilmirəm, yalan deyərəm. Bəzən aktyorlarımızı nə qıcıqlandırır? Yəni bu qədər özümüzdə, öz daxilimizdə bu qədər aktyor, aktrisa olduğu bir halda niyə görə başqa teatrdan aktyor, aktrisa dəvət olunur? Yəni biz bu qədərmi gərəksiz teatra deyib, yəqin ki, belə bir söhbət yaranır. Amma mən indiyə kimi teatra gələn heç bir aktyora, aktrisaya pis münasibət göstərməmişəm, Nigar, sən də bilirsən. İllah ki, gənclərə olur da, nə bilim, nə deyim. Nədən olur görəsən onu göstərənlər paxıllıqdan ya da ola bilər, yoxsa ya da rol ala bilmirlər bəlkə də ona görə. Bəs ona görə deyirəm də, bəs sözümün əvvəlində dediyim o idi ki, bu gün məsələn teatrımızın öz aktrisası, öz aktyoru ola-ola, bu rolu ifa eləyə biləcəyi bir aktyor ola-ola digər teatrdan aktyor dəvət olunur. Niyə görə? Axı bu yazıq rolsuz qalıb. Hə də. Buna rol verin də, oynasın da. Məsələn, Elnar Cəfər Cəfərlinin Yaşar pyesində baş rolu oynayırdı. Yaşar oynayırdı. O tamaşada özünü göstərə bilmədi, Elnar. Öz potensialını göstərə bilmədi. Amma Lady Macbeth tamaşasına gəlin baxın, görün Elnar orada necə fəğan eləyir. Elnar Qaravi salamlayır. Elnar tamaşaçı bu baş əyməyə çıxanda tamaşaçı ayağa qalxır. Zal uçulur, o qədər gürültülü alqışlarla onu alqışlayırlar ki. Yəni bu aktyora, aktrisaya şans vermək lazımdır ki, səhnəyə çıxsın, hansısa bir rolla özünü göstərsin. Mütləq deyil təbii ki, baş rolu oynasın. İkinci dərəcəli də rol ola bilər. Amma bir də var ki, bu yazıq burada da öldü getdi ki, çürüdü getdi. Bir ona rol verin də, yazıqdır. 70 nəfərdən demək olar ki, 70 nəfərin də içində sürekli eyni simalar görürük də biz. Çox az adama rol verilir. Eyni aktyorlar, eyni aktrisalar davamlı olaraq. Hər rejissorun da bir şey var da. Bir dənə söz var, hər rejissorun öz sevimli aktyoru, sevimli aktrisası. Hər rejissorun həmişə öz truppası olur. Amma o da rus demişkən də para da времени da, bundan da oyan olmaz da. Hə də. Məsmə, 30 ildir teatrdasınız, belə deyim də. Ən çox mükafatlara layiq görən xanımlardan birisisiniz, hətta belə deyərdim. Bəs ən sevdiyiniz, belə deyim, mükafatınız hansı olub? Əməkdar artist yoxsa? Mənim üçün hər mükafatın öz tarixçəsi var. Hər mükafatın öz tarixçəsi var. İlk mükafatım olub fevralın X Gənclər Günündə ilin ən yaxşı gənc aktrisası nominasiyasına belə deyə qalibi olmuşam. Bu mənim üçün çox gözlənilməz idi. 1998-ci il idi, səhv eləmirəmsə. Teatra yeni getmişdiniz, 3 illər. 1998-ci ildə idi. Mənim ərim dəlidir tamaşasında. İlk mənim mükafatım idi, sevincimin həddi hüdudu yox idi. Ondan sonra başqa mükafatlar, məsələn Qızıl Dərviş mükafatını almışam. Qızıl Dərviş mükafatı da mənim üçün çox əziz olan mükafatlardandır. Niyə görə? O Qızıl Dərviş mükafatını Həsən müəllim, rəhmətli Həsən ağa Turabov istəyirdi ki, mən alım və onun üçün də çox mücadilə eləmişdi. Amma təəssüf ki, o mükafat mənə təqdim olunanda Həsən müəllim bunu görmədi. Heç onun dünyasını dəyişəndən sonra heç 40 gün keçmədi ki, o mükafat mənə təqdim olundu. Hətta mən çıxış eləyəndə dedim ki, adətən deyirlər ki, insan dünyasını dəyişəndən sonra onun ruhu 40 gün əzizlərinin, doğmalarının yanında olur. Mən çox ümid eləyirəm ki, bugün mən bu mükafatı alarkən Həsən müəllimin ruhu mənim yanımdadır və mənə xeyir dua verir. Onu aldım. Sonra Humay mükafatını aldım. Axırıncı aldığım mükafat Türksoy mükafatı idi. Azərbaycandan yeganə mən aldım. Yəni ən yaxşı qadın obrazı kimi o mükafatı aldım. Sonra tərəqqi medalı almışam. Prezident mükafatçısı olmuşam neçə il, tərəqqi medalı almışam. Mən yəni onu da qeyd eləmək istəyirəm ki, mən bu mükafatları alanda Azər müəllim bizim teatrımızda bədii rəhbər deyildi ya. Yəni çox əlaqələndirir ki, Azər müəllimin sayəsində o mükafatı almısan. Yox, Azər Paşa müəllimin qoyduğu tamaşalardan da almışam mən bu mükafatı. Yadımdadır. Allah ona rəhmət eləsin. Humay mükafatını aldım. Nargilə roluma görə.
mükafatı aldım, mənə söz verildi. Çıxış elədim. Çıxışımın sonunda təşəkkürümü bildirdim ki, Azər müəllimə təşəkkürümü bildirdim ki, çox sağ olsun, mənə inanıb, bu rolu mənə verib, belə-belə. Gəldik, oturduq, eyni masa arxasında oturmuşduq. Mənə yaxınlaşdı ki, qızım, sən niyə orada mənim adımı çəkdin? Deyirəm ki, nə olar, mən pis nə dedim ki? Deyir ki, bilirsən qızım, bax, səni istəməyənlərin sayı 50-dirsə, məni istəməyənlərin sayı 500-dür. Və sənin o dediyin sözdən sonra sabah məni istəməyənlərin ordusu gələcək səni istəməyənlər ordusu ilə əməkdaşlıq eləyəcək. Yəni məni məcbur elədi ki, mən gedim dövlət televiziyasına xahiş eləyim ki, onu oradan çıxartsınlar, o sözləri oradan çıxartsınlar. Və çıxartdılar da. Mən o vaxt onun nə dediyini başa düşmürdüm. Amma indi başa düşürəm. Mən də həmişə o ilə fəxr eləmişəm ki, bu pilləyə mən öz zəhmətimdən gəlib çatmışam. Bir də ki, bilmirəm, atamın ruhumu duaçı olub, Allahın sevimli bəndəsi olmuşam, nədirsə, mənim qarşıma yaxşı insanlar çıxıb. Deyir ki, Allah bir insana öz sevgisini göstərmək istəyirsə, onun qarşısına ancaq yaxşı insanlar çıxardıb. Məsələn, birincisi Həsən ağa Turabov olub. Həsən müəllim mənim üstümdə bilirsiniz neçə əsrdir. O qədər çox istəyirdi ki, mən hətta qabiliyyət imtahanını məndən Həsən ağa Turabov götürmüşdü. Yadımdadır. Mən şeir deyirdim, mahnı oxuyurdum, belə dayandı, baxdı. Mən rəqs elində, mahnı oxuyanda belə fındıqça da çalırdı mənim üçün. Çağırdı, dedi ki, adın nədir? Deyirəm ki, Məsmə. Məsmə olmaz, Məsmə xanım olar. Deyirəm ki, Bakılısan, deyirəm, sən bilirsən ki, səndən çox gözəl aktris olar. Birdən universitetə qəbul olmasan, gəl Akademik Milli Dram Teatrına. Mən orada otururam. Hətta ona kimi mənə demişdi. Məni universitetə qəbul edən insanlardan biri də Şəfiqə xanım olub, Şəfiqə Məmmədova olub. Mən İncəsənət Universitetinə qəbul olanda qabiliyyət imtahanı verməyə gedəndə rejissorluq fakültəsini seçmişdim. Etiraf edeyim ki, rejissorlardan sual veriləndə çoxuna cavab verə bilmədim. Şəfiqə xanım çox hirsləndi. Ya dedi ki, yaxşı, indi şeiridir, mahnını oxu, nə bilim, təmsili. Mən oxumağa başlayanda, şeiri deyəndə gördüm Şəfiqə xanım yanındakına deyir ki, как она поет, смотрите, как она поет, какая у нее душа. У нас таких девочек нет. Şəfiqə xanım özü hər adam bəyandan deyil. Mənə də demişdilər ki, vay, Şəfiqə xanım qabiliyyət imtahanını götürür və salam biz hamımız kəsiləcəyik. Bunu dedi və mənə qayıtdı ki, niyə görə sən rejissorluğu seçirsən, aktyorluğu yox? Dedim ki, üzdən pərdə asmaq üçün. Çünki evdə heç kəs istəmir mən aktyor olum. Dedi, bilsən nə var? Mən sənə 5 dəqiqə vaxt verirəm. Get fikirləş, ya aktyorluğu seçəcəksən, ya da mən səni qəbul eləmirəm. Gəldim, anam da İncəsənət Universitetinin həyətində dayanmışdı. Mama, nə olur, icazə ver. Budur. Hə, icazə verdi. Gəldim, mən də aktyorluğu seçdim və heyfslənmirəm də. Nə yaxşı. Bir şey də deyim. Onu bax heç vaxt deməmişəm, ilk dəfə burada deyəcəm. Qabiliyyət imtahanı verəndə İncəsənət Universitetinin həyətində dayanmışdım. Balaca arıq-marıq bir qız idim. Uzun buruq-buruq saçlarım var idi. Nigar eynəsən kimi çatma qaşlarım var idi. Dayanmışam. Bir də gördüm bir nəfər mənə yaxınlaşdı. Ağ saçları var, belə ağ bığları. Yaxınlaşdı ki, ay sən nə yaxşı qızsan, sənin necə nurlu özün var, sən o təriflədi, nə yaxşı sən buradasan, bizim universitetin həyətindəsən, institutun o vaxtı institut idi, institutun həyətindəsən, burada oxuyursan, təhsil alırsan, dedim ki, qabiliyyət imtahanı verməyə gəlmişəm, hansı fakültəyə, aktyorluq, bunu deyəndə kişi belə elədi, lazım deyil, yox qızım, yox. Getmə aktyorluğa. Çox sağ ol ki, sən bizim sənəti bu qədər çox sevirsən. Sən elə bax, necə tanıyırsansa, qoy o cürdə ali məqamda qalsınlar olur. Amma qapısını açıb içəriyə girmə. Açığı, bu məni biraz belə tutdu. Sonra mən öyrəndim ki, bu həmin o ağ saçlı, ağ bığlı kişi Həmzə Əhmədoğludur. Çox təəssüf hissi ilə deyirəm ki, Həmzə müəllimin dediklərində həqiqət var idi. Məsmə, biraz bu sualı vermək istəyirəm. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin. Allah Amin. Atanıza da gəni rəhmət eləsin. Atanız sizi görsəydi, sizlə fəxr eləyərdi. Aktris olduğunuzu görsəydi və belə bir insan olduğunuzu görsəydi. İnsan olduğumu görsəydi, bir insan kimi fəxr eləyərdi. Mən bilirəm ki, mən atamın istədiyi kimi övlad olmuşam. O nargilə tamaşası, daha doğrusu üzr istəyirəm. Sən həmişə mənimlə sən tamaşasında nargilənin dediyi bir söz var. Deyir ki, Allaha şükür, bu vaxta qədər atamın adına layiq olmayan heç bir iş görməmişəm. Onun adına bir xələl gətirməmişəm.
Eynən mən də səhvlərim olub, amma kim səhvsizdir, kim günahsızdır, birinci o mənə daş atsın. Səhvlərim olub, amma səhvlərimizin sayəsində biz nəyisə öyrənirik. Amma inanmıram ki, atam mənim aktrisa olmağımı istəyərdi. Atamın ən böyük arzusu oydu ki, mən bağça müəlliməsi olum. Daha sakit həyat yaşayasın. İndi də bəlkə də ona görə uşaq verilişlərinə meyilliyəm, uşaq verilişlərinin aparıcısı olmuşam neçə il. Amma insan kimi əminəm ki, mənlə fəxr eləyərdi. Bizi çox istəyirdi. Böyük bacımı bir cür çox istəyirdi. Böyük bacım çox savadlı idi. Çox. Oğlu da Allah saxlasın, atamızın adını daşıyır, Aslan. Allah saxlasın. Allah hamısının balasını saxlasın. İqtisad Universitetinin müəllimidir. Maşallah. 23 yaşından artıq universitetdə dərs deyir. Bir neçə kitabın müəllifidir. İqtisadçı ekspertdir. Biz onunla fəxr edirik. Maşallah. Çox gözəl səsi var. Hətta bəstəkarlığı da bacarır. Bəli. Sonra məni bir cür çox istəyirdi, çünki atama oxşuyurdum. Həm də mən aralarında ən sakit idim. Kiçik bacıma isə Qoçu əsgərin ərköyün hirsi deyirdi Şəbnəmə. Yəni o nə istəyirdisə onu da eləyirdi. Onun üçün hər yerdə yaşıl işıq idi. Bizi çox istəyirdi. Allah qəni-qəni rəhmət eləsin. Məncə ruhu çox şaddır, çox rahatdır ki, ananız əllərindən öpürəm, sizin kimi 3 övlad böyüdüb bilir. Sağ olun. Bir də son olaraq sual vermək istəyirəm. Məsələn, əgər əlinizdə bir səlahiyyət olsaydı, teatrda nəyi dəyişmək istəyərdiniz? Ya da əgər siz bədii rəhbər olsaydınız, özünüzdə nəyi dəyişmək istəyərdiniz? Mən özümdə nəyi dəyişmək istəyərdim? Qəribə burasıdır ki, mən Mehriban Ələkbərzadənin tam əksiyəm. O bir cizgi filmi var idi, bilmirəm xatırlayırsınız yoxsa yox, Kot Leopold. 2 dənə sıçan olurdu orada. O sıçanlar həmişə onun başına oyun açırdılar da. O isə heç nə deyə bilmirdi. O qədər mehriban idi ki, məndə həddən artıq o mehribanlıq hissi var. Hərdən o cizgi filmdə göstərirdi ki, təcili yardım çağırır. Dışıcı, не дышите, на что жалуете? Şikayətiniz nədəndir? На мышей, мышите, не мышите. Və orada deyir ki, aydındır. Siz həddən artıq mehribansınız. Sizə dərman lazımdır. Az verin. Biraz vəhşiləşmək üçün də mən o dərmandan axtarıram ki, biraz o mehribanlıq, o insanların qayğısına özümdən daha çox qalmağım, insanlara özümdən daha çox qiymət vermək hissim mi deyim, qabiliyyətim mi deyim, biraz azalsın. Çünki hamı mənə deyir ki, birinci özün olmalısan, birinci özünə hörmət. Bilirəm, birinci özüm olmalıyım, özümə hörmət etməliyəm. Amma mən qarşımda dayananı çalışıram həmişə başa düşüm. Hətta o kobud danışanda da deyirəm ki, bu da onun xasiyyətidir də, bu cür formalaşır. Yəni mən istəsəm güya ki, onun bu xasiyyətini dəyişə bilərəmmi? Çalışıram ki, onu bu formada qəbul eləyim, başa düşüm və nəyisə başa salım. Amma onun dilində cavab verməyim. Yəni belə bir söz var da, deyir ki, pis insanlar pisliklərindən əl çəkmirlərsə, yaxşı insanlar niyə görə öz yaxşılıqlarından əl çəksinlər? Məsələn, çox təşəkkür edirəm gəldiyiniz üçün, özünüz olduğunuz üçün. Çox sağ ol əzizim. Mən də sənə təşəkkürümü bildirirəm. Mən sənə arzulayıram ki, sənin uğur yolun daim açıq olsun əzizim. Çox sağ olun, minnətdaram. Çox sağ ol. Əziz tamaşaçılar, sizə də təşəkkür edirəm. Təşəkkürümüzdən öncə onu qeyd etmək istəyirəm ki, bizim çox yaxın dostlarımız var. Forum Baku Telegram səhifəsi tanışlıq üçün, iş elanları üçün, özünüz əgər işə ehtiyacınız varsa ora müraciət edə bilərsiniz. Yararlana biləcəyiniz bütün işləri orada əldən edə bilərsiniz. Forum Baku Telegram səhifəsinə müraciət etməyi unutmayın. Bu arada sizə təşəkkür edirəm. Dəyərli zamanınızı bizə ayırdınız. Bir saat boyunca bizimlə oldunuz. Çox sağ olun. Təşəkkür edirəm. Həyatda kim olursunuz olun, neçə olursunuz olun. Əsas odur ki, özünüz olun. Görüşənədək. Buyurun, siz də sağlaşa bilərsiniz Məsmə xanım. Mən də təşəkkür edirəm bir daha Nigar, dəvət elədiyinizə görə. Sülh, əmin-amanlıq, mehribanlıq, ruzu, bərəkət. Sağ olun. Siz sağ olun.